Panik atak öldürmür, lakin süründürür. Panik atak qəfil başlayır, insanı təşviş, həyəcan, qorxu içərisində buraxır. Heç bir həyati təhlükə olmadığı halda pasiyent boğulacaqmış kimi, nəzarəti itirəcəkmiş kimi və öləcəkmiş kimi hiss edir. Panik atakın hansı əlamətləri var? Birinci növbədə ürək döyüntülərinin sürətlənməsi, taxikardiya, bəzi hallarda arterial təzyiqin yüksəlməsi, boğulma, nəfəs darlığı, udqunmada çətinliklərin yaranması, döş qəfəsində, sinə nahiyəsində ağrılar, tərləmə, üşütmə, isti basma, mədə nahiyəsində sancı, ağrı, ürək bulanma, baş gicəllənmə, bəzi hallarda ətrafın real gəlməməsi, sanki yuxu kimi gəlməsi və pasiyentdə nəzarəti itirmə qorxusu, bayılma qorxusu və ölüm qorxusu yaranır. Əgər bu kimi hallar sizdə varsa, vaxtında həkimə müraciət edin. Hər zaman sağlam olun. Sizin nevroloq Dr. Jalə Qarayeva.